Davadalaşın qışqırbağırın o hərarətli yerində, pik həddində kişi birdən susub dayanıb baxanda nə düşünürsən? Səni ciddiyə almadığını mı düşünürsən? Yanılırsan. Elmi araşdırmalar sübut etmişdir ki, kişinin nəbzi mübahisə zamanı 100 BPM-yi keçsikdə beyin bədəni savaş, qaç ya da ki don rejiminə keçirilir. Psixologiyada buna duygusal daşıma deyilir. Sistem o qədər xəbərdarlıq siqnalıyla dolar ki, sığortalar atar. Bu psixoloji panik halında beynin dil və məntiq mərkəzi olan prefrontal korteks dövriyyədən çıxar. Sözün əsl mənasında nitq, danışıq qabiliyyətini itirər. Bu bir kibir deyil, qədim həyatda qalma refleksidir. Bu o deməkdir ki, kişinin beyni həmin anda səninlə mübahisə etməyi bir yırtıcıyla üzləşmək zənn edər və ən qədim komandası olan don komandasını verər. Sən sustuğunu görüb üstünə getdikcə o daha da kilidlənər. Çünki bu anda onun beyni səni təhdid olaraq görür. Bu işin həlli isə bağırıb qışqırmaq deyil, 20 dəqiqə fasilə vermək lazımdır. Çünki adrenalin sovrulmayana qədər o divar yıxılmaz. 20 dəqiqə fasilə ver. İndi isə bu videonu davadalaş qopan kimi daş heykələ dönən o sevgilinə göndər.